Bismillahirrahmanirrahim. Veş-şemsi ve duhaha. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî ala fi tevahhudihi ve dena fi teferrudihi ve celle fi sultanihi ve azma fi erkanihi. Feterel halâika bi kudretihi ve neşerer riyaha bi rahmetihi ve vettada bid-duhuri meyedâni ardihi. ثم الصلاة والسلام على سيدنا ونبينا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وعلى آله الطيبين الطاهرين المنتجبين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تبارك وتعالى في كتابه الكريم: وَكُلَّ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُولِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ. Peyğəmbər və Ali Peyğəmbərin gül cəmalına salavat zikr edək. Allahümme salli ala Muhammed və Ali Muhammed. Cümə gününüz mübarək olsun, gözəl gündür, mübarək gündür. Allah Teala'ya and verək bu günün xatirinə, bu günün izzətinə. Allah Teala gələn günlərimizi xeyrə mübəddəl eləsin və günahlarımızın üstündən qələmi əfv çəksin inşallah. Və fürsətdən istifadə edib, inşallah qarşıdan Novruz bayramımız gəlir. Azərbaycanın, bütün türk xalqının, türk dilli xalqların, Azərbaycanlıların, dünya Azərbaycanlıların milli bayramı olan, çox qədim bir bayramı olan Novruz bayramıdır. Hamımızı bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Allah Teala'ya and verək ki, bu bayramın adına layiq, bu bayramın adı Novruz, yəni yeni gün. Bütün günlərimiz yeni olsun, yəni günahsız olsun. Necə ki, Həzrət Əli əleyhissalam buyurur, insan, müsəlman o günü ki, günah etmədi, həmən günü bayramdır. Onun üçün bayramdır. Əsl bayram o bayramdır ki, o günü günah eləməyəsən. Allaha and verək, öz izzəti cəlalına və öz izzəti cəmalına bu gələcək ilimizi, gələcək günlərimizi günahsız keçirməyə bizə kömək olsun, bizə güclü iradə versin, bizə təpər versin və bizə himmət bəxş eləsin inşallah. Dualarımızın qəbulu üçün Peyğəmbər və Ali Peyğəmbərin gül cəmalına salavat zikr edək. Allahümme salli ala bayram ab-havası da elə məsciddən bilinir maşallah. Mövzumuza keçək, xatırlayırsınızsa mövzumuz Peyğəmbərlərin, ümumi Peyğəmbərlərin sirəsindən idi, onların həyatından idi, onların xislətlərindən idi, əxlaqlarından söhbət edirdik. Dedik ki, Peyğəmbərlərin fərdi xislətlərindən əlavə onların müştərək xislətləri də var ki, bütün Peyğəmbərlərdə bu xislət var idi. Hansılar idi? İkisini demişik. Birincisi səbr idi ki, bütün Peyğəmbərlərdə böyük bir səbr var idi, dözüm var idi. İkinci, dedik ki, dinin və əqidənin köklərini qorumağa çalışırdılar, onun müdafiəsinə qalxırdılar, dinin gətirdikləri dinlərini, gətirdikləri şəriətin, kitabı bəyan edirdilər və onu qoruyub saxlayırdılar. Onların kökünü, əslini qoruyub saxlayırdılar. Bu iki və üçüncünü ki, inşallah bugün xidmətinizə çatdırmaq istəyirəm. Bu idi ki, bütün Peyğəmbərlərdə bu xislət var idi ki, onlar düzgün vasitələrdən istifadə edirdilər. Hədəflərinə çatmaq üçün, dinlərini təbliğ eləmək üçün, gətirdikləri şəriəti təbliğ eləmək üçün düzgün yol seçirdilər, doğru yol seçirdilər və düzgün alətlərdən istifadə edirdilər. Görürsən ki, bəzən deyirlər ki, İslam dinini təbliğ eləmək üçün, əhl-i beytçiliyi təbliğ eləmək üçün nə edirsən elə təki din qabağa geçsin. Təki
şəriət qabağa getsin, İslam dinini təki təbliğ eləyək, təki dini çatdıraq. Nə işlər görürsən gör, hansı yolla təbliğ eləyirsən elə, təki din inkişaf eləsin, qabağa getsin. Amma bu yanlışdır. Bu səhv bir sözdür. Qur'an-ı Kərim nə deyir? Qur'an-ı Kərim buyurur ki, rüşvət olmaz, qadağandır. Hilə olmaz, qadağandır. Yalan olmaz, qadağandır və s. və s. Möhkəm deyib dayanır arxasında. Yəni sən istəyirsən ki, bu günlərim şəriəti təbliğ eləyəsən, dini çatdırasan, yalandan istifadə eləyə bilmərsən. Hilədən istifadə eləyə bilmərsən, rüşvətdən istifadə eləyə bilmərsən. Möhkəm deyir, durur arxasında. Gərək düzgün alətlərdən, düzgün vasitələrdən insan istifadə edə ki, şəriətin də təbliğatında irəli gedə bilsin. Əgər istəyirsənsə ki, məsələn, indi bir misal vıraq. Hələ bu sözümü deməmişdən qabaq bir misal vırım. Vintaçan bilirsiniz da, yəni atyorka. Atyorka bir prostoy atyorkadır. Yəni ucu şuş, düz olan, gül olan yox, düz olan. Atyorka lazımdır sənə. Niyə? Çünki vintin ucu nədir? Düz olandır. Vint prostoy vintdir, şurup yəni. O şurupu açmaq üçün sənə nə lazımdır? Prostoy atyorka lazımdır. Prostoy atyorka lazımdır ki, sən ondan neynəyəsən? Asasan vintivi. Vint açan. Amma səndə prostoy yoxdur, gedirsən nə tapırsan? Figurna atyorka tapırsan ki, düz olan vinti açasan. Yəni, mən məcburam bu atyorka sözü, rus sözlərindən istifadə edirəm. Çünki biz bunu belə istifadə edirik də. Heç kim vint açan demir, heç kim vint demir. Hamı şurup deyir, atyorka deyir. Düzdür. Prostoy atyorka lazımdır. Sən də gedirsən, figurna atyorka gətirirsən ki, prostoy şurubu açasan. Sən onu aça bilmərsən ona. Nə qədər eləsən açılmaz. Açson da, sonra onu qaytarıb onun yerinə bağlaya bilməyəcəksən. Niyə? Çünki artıq orasını sarvat elədin. Sənə lazım idi düzgün alətdən istifadə edəsən. Düzgün alətin nə idi? Prostoy atyorka. Prostoy atyorkanı gətirsəydin, açsaydın, nə vintin xarab olmayacaqdı, nə vint açanın. Amma gətirdin figurnunu, vinti də xarab elədin, vint açanı da xarab elədin. Məcbursan gedib təzəsini alıb qoyasan, yerinə bağlayasan. Odur ki, hər bir işdə, nəinki dinin təbliğatında, hər bir işdə istəyirsən, hədəfə çatasan, düzgün alət seçməlisən. Düzgün yol seçməlisən, düzgün vasitə seçməlisən. Peyğəmbər Əkrəmin dövründə, yəni ümumi Peyğəmbərlərin dövründə bəzi işlər var idi ki, düzgün getmirdi. Və hətta İslam Peyğəmbərin dövründə də, İslam Peyğəmbərindən də öncə elə bir əməllər var idi ki, bugün biz ona xurafat deyirik, elə xurafatlar var idi ki, Peyğəmbər Əkrəm ilk iş nə oldu? Onlarla mübarizə aparmaq, onları aradan qaldırmaq. Düzgün yol istifadə edərək insanlara çatdırmaq. Xurafat yolu ilə hədəfə çatmaq yox. İnsanlar o zaman çox güclü xurafatlara inanırdılar və xurafatlara çox meyillidirlər. Təəssüflər olsun ki, bugün də var. İndi deyəcəm, ərz edəcəm xidmətinizə. Bugün də o xurafatları yaşamaqdayıq. Çox təəssüflər olsun. O zaman Peyğəmbərdən öncə, hətta Peyğəmbərin də dövründə sonra Peyğəmbər gəldi, onları yığışdırdı. O zaman atəşlə çox işlər görürdülər. Məsələn, iki qəbilə, müxtəlif atəş növləri var idi onlarda. Müxtəlif atəş ərəsində özünün adı var idi. İki qəbilə bir-biri ilə əhdi peyman bağlamaq istəyirdi və yaxud da iki nəfər bir-biri ilə ticari əlaqəsi üçün əhdi peyman bağlayırdılar, ona alov yandırırdılar, tonqal qalırdılar və deyirdilər ki, bu tonqalın, bu atəşin hörmətinə xatir bu əhdi peymanı biz bağlayırıq, bu müqaviləni bağlayırıq və bu tonqalın ehtiramına bu müqaviləni pozmayacağıq. Və bunun da adına qoymuşlar Narut Təhaluf. Buna deyirlər Narut Təhaluf. Nar yəni atəş. Amma başa düşmərdilər ki, od müqəddəs deyil axı ki, sən bununla bağlayırsan. Və yaxud da görürdün, kimisə yola salmaq üçün bu günlərin biz neyinirik? Su atırıq arxası içində. İndi mən bilmirəm, mən heç bir yerdə hədisini oxumamışam ki, su atmaq var, yoxdur, bilmirəm. Ona görə bu söhbəti heç eləmirəm də. Bilməmə ayıb deyil. Bilirsinizsə, hədis görmüşsə, deyin, mən də örgənim. Amma o vaxtı atəş yandırırdılar, tonqal qalırdılar, filənkəsi yola salırdılar, tonqal qalırdılar ki, yəni sağ-salamat getsin, çatsın. Və yaxud da hardansa misafir gəlirdi, səfərdən gələndə tonqal qalırdılar ki, nə yaxşı sağ-salamat gəldi, çatdı, tonqal yandırırlar. Buna da deyirdilər Narus Salamə, yəni sağlamlıq, salamatlıq atəşə, odu, alovu.
Və yaxud da görürsən ki, narul vəsəm, yəni heyvanları üçün alov qalıyırdılar, ateş yandırırlar. Çox idi belə, müxtəlif adlar var idi. Narul qədər, narul vəsəm, narul salamə və s. və ilaxir. Amma İslam gəldi, neynədir? Bunların üzərindən hamısının xət çəkdi ki, belə şeylər olmaz, bunlar xurafatdır. Bəyəm, od müqəddəsdir ki, sən gedəndə kimisə yola salanda, odda müqəddəslik yoxdur ki, alov yandırırsan ki, bu sağ-salamat geçsin, çatsın. Alov ona neynəyəcək ki? Onu salamat çatmağına təzmin eləmir. İslam gəldi, onların üzərindən xət çəkdi, amma onun yerini də boş qoymadı. Kimisə yola salırsan, ondansa dua elə ona ki, sağ-salamat geçsin, çatsın, sağ-salamat qayıtsın. Sədəqə verginə ki, sağ-salamat mənim müsafirim geçsin, çatsın, sağ-salamat gəlsin. İslamdan öncə bədnəzər üçün, bədnəzər bilirsiniz da, yəni göz dəymək. Doğrudan da var, bədnəzər deyilən bir şey var. Bədnəzər deyilən bir şey var, olmağına var. Amma İslamdan öncə, indi hətta bugün elm də onu sübut edir ki, insanın gözündə elə bir şua var ki, tərəf müqabilini təsir qoya bilir. İnsanlar onu özləri də bilmədən təsir qoyurlar. Bu var. Onlar neynirlər? İslamdan öncə çox gülməli hərəkətlər edirdilər ki, güya bədnəzəri qaytarır geri. Güya bədnəzəri sındırır. Çox gülməli. Bugün də var, təəssüflər olsun. Bugünlərim qardaş ev tikdirir, bir də görürsən 42 razmer qıcırıq qaloşu asıb qapısının üstündən ki, gözü qaytarır. Bu qaloş gözü necə qaytarır, mən bilmirəm. Və yaxud da ki, görürsən ki, böyük bir inək başın, sümüyün gətirib asır qapısının ağzından. Bunlar hamısı xurafatlardır. Xurafatdır. At nalı olsun, bəli, at nalı vururlar. Xurafatdır bunlar hamısı. Və belə şeylər olmaz eləmək. İslam və bütün peyğəmbərlər bunlarla mübarizə aparırdılar. Hazır onun yerinə Allah Teala Quranda ayə buyurub. Hansı ayədə etibar deyəcək indi? Qələm surəsinin 51-ci ayəsi. Və in yakadul-lezine keferu ayəsi. Ki, əgər gördün ki, kimdənsə xoşun gəldi, kiminsə işindən xoşu gəldi, kiminsə balasından xoşun gəldi və yaxud gördün ki, sənin işini tərifləyirlər, o saat dilinin altında bu Quran ayəsini tilavət elə. وَاِنْ يَقَادُ الَّذ۪ينَ كَفَرُوا يَزْلُقِنَكَ بَيَصَّارِهِمْ وَاِلَّهِ Ayətül Kürsü də olar, Fələq-Nəs surəsini oxumaq olar. Bismillah və billahi maşallahu la havlə və la quvvətə illə billah əl-aliyyül azim. Bunu demək olar, yoxsa ki, sədəqə çıxartmaq olar, yoxsa ki, atnalı nəsəyə nə kömək edəcək? Ya göz mıncığı düyündən şüşədən göz mıncıqları asırlar uşağın üstünə, bir qızıl sancağa keçirdib, bağlayırlar uşağın üstünə ki, göz dəyməsin. Harada yazılıb belə şeylər? Bunlar hamısı xurafatdır və bunu ilə Peyğəmbər hamısı neynirdi? Mübarizə aparırdı. Bir sözlə, bütün Peyğəmbərlər, ələl-xüsusda İslam Peyğəmbəri düzgün alətlərdən istifadə eləyərək, düzgün vasitələrdən istifadə eləyərək xurafatların qarşısını aldı. Bax, indi hamımızın diqqətiniz burada olsun. Bir yaralı yerimiz ki, hamımızın yaralı yerimizdir. Qabaqdan Novruz bayramı gəlir. Çox gözəl bayramdır. Qədim bayramdır. İslamdan neçə min il əvvəl, 3000 il əvvəl olub. Yəni, tarixi o qədər də bəlli deyil. Yəni, o qədər qədimi bir tarixi var ki, Novruz bayramının, o qədər də bəlli deyil. Çox qədim tarixi var. Və çox gözəl adət, ənənələri də var. Amma bunlarla yanaşı xurafatlar da var. Baxın, 2 gündən sonra bayramdır. Elə gözümüzün qabağındakı, bax, bu yaxınlıqda yerləşən qəbristanlığa bayramdan sonra gələrsiniz. Bütün demirəm, hamını şamin eləməyək. Əksər qəbirlərin üstü yiyib içməklə dolu olacaq. Şor çörək, şor qoğalı, paxlava, şəkər bura, badam bura, nə bilim, hansılar da, nə buralar, hamısı dolacaq qəbirlərin üstünə. Düyü səpən kim, nə bilim, səməni qoyan kim, halva gətirib qoyan kim, başa düşmürəm, ölü bunu yiyəcək. Bunu niyə görə gətirib qoyurlar ki, qəbir xurafatdır? Cürbəcür yiyib içmək, qəbirstanlığa, bayramlarda gir, nə istəyirsən, yiy, çıx çölə. Bəyəm, onu ölü çıxıb yiyir oradan. Onu niyə qoyursan? Bəli, dəlilləri var. Nədir? Axanım, bunu bura niyə qoyursan? Ay qardaşım, ay atam, bunu bura niyə qoyursan? Olmaz axı bunlar, xurafatdır. Sən uşaqsan, bilmirsən. Bunu bura qoyuruq ki, kasıb-küsub gəlsin, buradan götürsün, yesin. Kasıb-küsub üçün qoyuruq. Mən də biləm, mən də abala təhsilliyəm, ali təhsilim var. Mən də biləm, öyle oradan çıxıb yeməyəcək. Bəs yaxşı, ay ali təhsilli ana.
Ay, ali təhsilli qardaş. Və sən bilmirsən ki, onu ora qoyursan, orada hər cür mikrob var. Niyə görə nəpşi qəbir, yəni qəbri açmaq haramdır? Səbəblərindən biri də budur ki, oradakı olan o cənazədən elə mikroblar xaric olur ki, o qədər dəhşətli mikroblar xaric olur ki, onu yalnız torpaq özündə qoruyub saxlaya bilər. Onu yandırsan da, kül eləsən də, yusan da, nələr eləsən də, onda olan o mikroblar aradan getməz, məgər onu torpaq özündə saxlayıb. Torpağın özündə qalır və onu xaricə buraxmır. Torpağın hikməti budur. Allah Teala ona görə deyir, dəfn edin. Bir səbəbi budur, dəfn olunmağın. İndi sən də apar qoysan şəkər buranı, şorboğalın, paxlavanı ora, zirin zibilin üstünə, hələ bunları o tərəfə qoyaq. Heç xəbərim yoxdur mikrobdan. İt gəzir orada, pişik gəzir orada, batırırlar oranı, çox üzr istəyirəm, yaman günə qoyurlar, tozun torpağın içine gəl götür, qoy ora ki, buradan kasıb küsub, sən niyə o kasıb küsubu alçaldırsan axı? Sən bu əməlinlə onu alçaldırsan, onun şərəfini aşağı salırsan axı, onun o hörmətin aşağı salırsan. Sən özün oradan götürüb onu yiyərsən, yemərsən. Vallahi yeməz. Onu ora qoyan şəxs özü oradan onu götürüb yeməz. Hansınıza bu saat sual versəm ki, qəbir üstündən götürüb yeyərsən o palçığın tozun içindən, hamınız deyirsiniz yemərəm. Və sonra niyə qoyursan onu yeməyə? Hazır olmazmı ki, bunu gözəl şəkildə bir xonça düzəldəsən, xonça tutasan, o dediyin kasıb adamların evinə aparasan, qoy onlar da istifadə eləsin də o bayram qoğallarından, bayram şirniyyətlərindən. Elə evlər var ki, günlərim o şirniyyəti pişirə bilmirlər. İndi çoxumuz burada, əksəriyyətimiz borc xərc də olsa alıb pişiririk ki, o olacaq, qaytaracam. Amma elə insanlar var ki, bilirlər də ki, sonra da olmayacaq. Pişirə bilmirlər. Hazır gözəl xonça tut, o şəkər buradan, paxlavadan, qoğaldan qoy arasına, ehtiramla, çox böyük hörmətlə qapısını döy, təqdim elə. At qəbrin üstünə ki, gəlib buradan götürüb kasıb küsub yiyəcək. Bu nə dərəcədə düzdür? Xurafatdan başqa bir şey deyir. Özdə bu xurafat bizə ta qədimdən gəlib çatmadır. Qədim Misir, qədim Yunanlılar neyinirdilər? İnsan ki, dünyasını dəyişdi, onunla bərabər onun qulun, qaravaşın, nökərin, kənizini də dəfn edirdilər ki, orada ailanda, o dünyada ona kömək eləsin. Yiyib içmək qoyurdular küplərdə, su qoyurdular, geyim keçim qoyurdular, heyvanlar, hələ heyvanları da diri-diri onlarla dəfn edirdilər ki, orada duranda rahat minib gəlsin. Hələ indi bu mərhum özü biraz pullu, dövlətli, servətli adam olsa, ətrafında dəfn olanların sayı daha çox olurdu. Və bu həmin o xurafatdır ki, oradan bizə gəlib. 21-ci əsrdir. Yəni biz bu qədər geri qalmışıq ki, hələ də onları eləyirik. Yəni biz bu qədər geridə qalmışıq. Özümüzü sübut edirik ki, biz geridə qalmışıq. Yəni biz bu adətləri tərk edə bilmirik, ata bilmirik, bu adətlərdən uzaq düşə bilmirik. Qəbir üstünə şorqoğal qoymaq nədir? Şəkərbura qoymaq nədir? Bunları yığışdırmaq lazımdır. Ya da görürsən ki, Gülü dayı demiş, şəməl gətirirlər. Evdə corab qalmayıb. Hamısını büküb dəmrə, gətirib yandırıb basır ora. Qardaş, əvvəla bu xurafatdır ki, bizə bu başqa dinlərdən keçib yenə də. İslam dinində belə şey yoxdur. Şam yandırma. Axşamlar bir də görürsən, çıxırsan ora, elə bilsən parkdasan. Hər tərəfdə qəşək-qəşək şamlar, cürbəcür şamlar. Qabaq bir işıq söndü məsciddə. Qardaşlarla girdik, oradan şam zat gətirdik, yandırdıq. Ki, burada məsciddə olmaz axı belə şeylər. Xurafatdır. Vallah xurafatdır. Yenə də deyirəm, başqa dinlərdən keçmə şeylərdir bunlar bizə. Başqa dinlərdən. Hazır öz dinimizin gözəlliyini icra eləyə bilmədiyimiz halda bizim elə bir ki, qanımızda deyil, ürəyimiz deyilir ki, kimsə nəsə bir mənfi bir iş görsün, onu tez oğurlayaq, biz deyiləyək. Amma İslamın buyurduğu o qədər gözəlliklər qalıb, onları heç eləmirik. O qədər gözəl əməllər var, İslam o qədər gözəl işlər tapşırıb ki, onları elə eləmirik. Onları ki, şəməl yandırıb gətirib qoyurlar ora, o şəməl yandıranlara sual vermək olarmı ki, sən ömründə bir dəfə girib qəbirstanlığı təmizləmisənmi? Təmizləməyib. Bəs niyə batırırsan? Axı sən onu yandırırsan, elə də qoyub çıxıb gedirsən. Əvvəla yanğın təhlükəsi törədirsən. İkincisi oraları bulaşdırırsan, yaman günə qoyursan. Axı sənin əzizlərin yatır orada. Niyə o qəbirstanlığı o kökə qoyursan? Niyə o qəbirstanlığı bulaşdırırsan? Təmizləmirsən, heç olmasa bulaşdırma yenə. Şam yandıran, səməni gəlir atırır, çürüyür, iyi götürür aləmi. Bəs sən heç düşünmürsən ki, mən bunu bura attım, bunu kim təmizləyəcək? Yoxsa ömründə kiməsə pul vermirsən ki, ay qardaş, gedək ala, bax bu pulu qəbirlərin üstünü təmizlə yenə. Onu da eləmir.
Hamısı xurafat şeyləri eləyirik, amma Allahın bizə buyurduğu əməlləri eləmirik. Hədəfimizə düzgün çatma məqsəd, bəzən görürsən hədəfimiz gözəldir, amma ona düzgün istiqamət vermirik. O hədəfə çatmaq üçün yanlış yollarla gedirik. Gəlin Peyğəmbərimizin yolunu gedək. Gəlin əymə ətharın yolunu gedək. Gəlin hədəfimizə çatmaq üçün düzgün yollardan istifadə edək. Hədəfimizə çatmaq üçün gözəl alətlərdən istifadə edək. İslam nə buyurur, onu eləmək lazımdır. Amma biz İslamın buyurduğu qalıb kənarda öz istədiklərimizi eləyirik. Və onu da bağlayırıq, gətiririk, bağlayırıq İslamla, Peyğəmbərlə. Amma Peyğəmbərin dövründə elə şey olmayıb. Peyğəmbər əksinə belə şeylərlə mübarizə aparırdı. Hətta Allah yolu üçün Peyğəmbər çətinliyə düşəndə belə yenə xurafatı qoymurdu. Öz xeyrinə olardı ha, onu eləsəydi. Mən bir misal verim sizə. Tarixi Təbəri yazır ki, Təbərini hamınız eşitmişsiniz. Tarixi Təbəri yazır ki, Bədir döyüşündə müsəlmanlar döyüşə hazırlaşırdılar. Birdən uzaqdan iki atlının sürətlə Peyğəmbərin tərəfinə gəldiyini görürlər. Müsəlmanlar təşvişə düşürlər ki, görəsən kimdir bunlar? Və tez istəyirlər bunun qarşısını alsınlar. Peyğəmbər dedi, əl vurmayın. Əl vurmayın. Bunlar düşmən deyil. Çünki düşmən olsa bu sürətlə bizim üstümüzə gəlməzlər. 2 nəfər bu qədər insanın içinə, bu qədər qoşunun içinə gəlib özlərini vurmazlar. Demək ki, düşmən deyil. İndiki kimi kamikazda zat yox idi ki, bomba bağlayıb girsin içinə. Məlum məsələdir ki, bunlar əgər bizim üstümüzə gəlirlərsə 2 nəfər bu qədər silahlının içinə, deməli düşmən deyirlər. Amma dost da deyirlər. Bizim tərəfdarlarımız da deyirlər. Çünki tərəfdarımız olsaydılar, dost olsaydılar yanımızda olardılar. Səbr eləyin, görək kimdir, nə məqsədlə gəlirlər. Xülasə-i kəlam, bu 2 atlı gəlir çatır, Peyğəmbər onları qarşılayır və buyurur, mən əntumə, kimsiniz siz? Nəçisiniz, nə niyyətlə gəlmişsiniz, adınız nədir? Biri dedi, mənim adım Qeysdir, biri də dedi, mənim adım Xubeybdir. Məqsədiniz nədir bura gəlməkdə, bizim yanımıza gəlməkdə? Dedilər, gəlməmişik İslamımız adı qəbul eləməyə. Gəlməmişik sənin Peyğəmbərliyi təsdiq eləməyə. Gəlməmişik sənin gətirdiyin şəriətlə maraqlanmağa. Yox. Bəs nədir məqsədiniz? Biz gəlmişik ki, eşitmişik siz döyüş edirsiniz. Öz düşmənlərinizlə döyüş edirsiniz. Biz istəyirik sizin döyüşçülərinizə qoşulaq və biz də gedək döyüşək. Əgər müharibənin sonunda siz qalib olsanız, oradakı qənimətlərdən biz də götürəcəyik, bizə də verəcəksiniz. Yox, məğlub olsunuz, nə biz sizi tanıyırıq, nə siz bizi. Hərə öz yolunda. İndi müsəlmanın sayı az, bir nəfər də lazımdır ki, Peyğəmbərə bir nəfər də hələ çoxdur ki, gəlsin, qoşulsun. Çünki müsəlmanın sayı az, müşrikin sayı çox. Peyğəmbər indi götürə bilər ki, eybi yoxdur, o gəlsinlər, döyüşsünlər, tək ki bizim sayımız çox olsun, döyüşçümüz çox olsun. Amma Peyğəmbər dedi, yox, olmaz. Belə bir şey yoxdur. Hədəfə çatmaq üçün düzgün yol. Biz burada Allah üçün döyüşürük, Allaha xatir. Siz gəlmişsiniz, Allah üçün döyüşəsiniz, amma Allaha xatir yox, olmaz. Ya geri qaydın, ya da ki, müsəlman olun, qoşulun bizə. Onlardan biri təəssüflər olsun ki, geri qaydır, biri isə qoşulur Peyğəmbərə və müsəlman olur, qoşulur Peyğəmbərə və döyüşür. Peyğəmbərin yanında qalır. Hətta Peyğəmbər belə bir ağır anda belə demədi ki, eybi yoxdur, qoşulun, köməyə ehtiyacım var, yenə də qoymadı. Sırf Allaha xatir və düzgün yolda düzgün vasitə istifadə eləmək lazım idi. Peyğəmbər də bu yolu getdi. Bugün cəmiyyətimiz belə problemlərlə çox rastlaşır. Çox belə problemlər var. Məsələn, indi mən 1-2 misal verəcəm xidmətinizə. Görürsən, deyir, axı, neyim, çarəm yoxdur. İşləmirəm, maaş almıram, heç haradan gəlirim yoxdur, tükanım yox, ticarətlə məşğul deyirəm. Amma əlimdə pulum var. Vermişəm, səlam alıram, ondan ailəmi dolandırıram. Burada nə var ki? Bu da haramdır. Haramdır. Əlbəttə ki, haramdır. Düzgün yol seçmir. Və yaxud da ki, görürsən, deyir ki, neyim, rüşvət verməsəm işim aşmayacaq. Bu rüşvəti verirəm ki, işimi aşırım. Amma dayı başa düşmür ki, əgər rüşvət sözünün mənasını açıqlasaq, rüşvət puldur da, o pul məsələsinin, pul söhbətini açıqlasaq, rüşvət sözünün mənasını içindən çıxacaq, işimi aşırmaq. Elə mənası budur da. Əgər açsan o sələm sözünü için ki, görək bunun mənasını içindən nə çıxacaq? İçindən çıxacaq ki, çarəsizlik. Çarəm yox idi, belə elədim.
İşimi aşırdım deyənə mən neynim, getdim pul verdim ki, işimi aşırsın da. Amma hünər odur ki, əsl hünər odur ki, insan öz hədəfinə yetişmək üçün düzgün vasitədən istifadə eləsin, düzgün əbzar və düzgün alətlərdən istifadə eləsin. Bəzən hədəflər gözəldir, çox gözəl hədəfdir, amma ora gedəcək yolu səhv seçir. Məsələn, indi misal verim. Hədəfi çox gözəldir, kiməsə borc verir. Ehtiyacı var, gəlib pul üstümə, deyirəm, ala, 100 manat sənə verirəm, amma ayın axırında bunu mənə qaytaranda üstündə 10 manat da qoyarsan, oldu sələm. Hədəf gözəldir, borc verir. Və yaxud da ki, hədəfi çox gözəldir, hacı, həccə getmək istəyir. Həccə getmək gözəl hədəf daxı. Allah özü Quranda buyurur ki, həccə gedin. Müstəti oldunuz, imkanınız, pulunuz oldu, həccə gedin. Mütləq vacibdir ki, gedəsən. Həccə getmək istəyir, gedir bankdan kreditə pul götürür, gedir həccə. Gedir faiz götürür, gedir həccə. Bunun haras hədəf gözəldir, amma getdiyi yol səhv yoldur. Hədəfə çatmaq istədiyi yol səhv yoldur. Bəzən də görürsən ki, hələ krediti qoyaq qırağa, hələ bu faizi qoyaq qırağa, sələmi qoyaq qırağa. Gedir qardaş bankdan, indi bir İslami bank tapıb ki, kredit alır, amma sələmi yoxdur üstündə. Olur, belə banklar, İslami banklar belədir. Kredit alırsan, amma üstünə faiz gəlmir. Gedir götürür nə üçün? Sahibkarlıq üçün, sahibkarlığa pul yatırmaq üçün, əkinçilik yaratmaq üçün. İşçi qüvvəsi götürəcəm, işləyəcək, əkəcək, becəcək, neçə ailə dolanacaq filan. Hə, əla, yazdılar, pozdular, verdilər. Qardaş bu adla götürür, gedir özünə ev tikir. Bu haramdır. Görsən incəliyib. Haramdır bu. Hədəf gözəldir, yaxşıdır, ev tikmək istəyirsən, əla, amma haram yolla olmaz. Ev tikmək istəyirəm, gedir bankdan pul götürür, gedir maşın alır. Qəşəng bir, yuxarı bir, yaxşı bir klas markalı maşını alır, qoyur altına. Bunlar haramdır. Hədəf gözəl, amma getdiyi yol səhv yoldur. Əhməd ibn İshaq Qummi nəql edir ki, Qum şəhərindən vücuhat yığdım, getdim İmam Həsən Əskəri əleyhissalamın yanına. İmam Həsən Əskəri əleyhissalam dövründə. İmam zamanın da 3-4 yaşları olardı. Getdim, deyir, ora 160 kisə, pul kisəsi vücuhat yığdım. Xümus, zəkat filan vəsməkan. 160 kisə da 50 kiloluğun kisəsi yox ha. Yəni, kiçik pul kisələri deyirdilər onlara. 160 kisə və bəzi pay-parçayı da götürdüm, yığdım cəmaatdan, getdim Ərəbistana. İndi bilmirəm, Mədinədə olub, yoxsa Samirada. Getdim İmam Həsən Əskəri İslam yanına, təqdim elədim pulları. İmamda da qeyb elmi var da, elmi qeybləri var. Götürdü, bunda haram var, bunda haram var, bunda haram var, bunda haram var. 160'ını da saydılar, qoydular qırağa, ata-bala ikisi də. İmam zamanla İmam Həsən Əskəri İslam. Axı bunların nəyində haram var? İmam buyurdu ki, bunun içində rüşvət var, bunun içində sələm var, bunun içində bir ticarətçidir, şərinə hilə gəlib, şərinə aldadıb, onun içində haram var, bunun içində filan var, 160'ını da belə-belə sayırlar, qoyurlar qırağa. Yalnız bir qoca qadının göndərdiyi bir parçanı imam qəbul edir və onu da öz səccadəsi qərar verir ki, onun üzərində namaz qılırdı. Qalanın hamısını geri göndərir. Baxın, nə qədər incəliklər var. Hələ o zaman insanlar halal harama daha çox diqqət edirdilər, nəinki indi. Hələ o zaman haram yolla pul qazanmağın şəraiti daha az idi, nəinki indi. İndi haram üçün şərait daha çoxdur, halal üçün şərait daha azdır. Və ona görə də insanlar bu günlərim halal harama çox diqqət eləmirlər. Halal harama diqqət eləmək lazımdır. Bəzən görürsən ki, qardaş, xümisdən deyirsən, xümis nəfsani bir məsələ daxı, pul canından çıxmır, onu qəbul eləmir, amma xümisi çıxmamış o haram pulla gedir ziyarətə, Məşəd ziyarətinə, Kərbala ziyarətinə ki, bu ziyarət də qəbul deyil. Əgər sən pulun xümisini çıxartmağa, imamın dediyin göstərişin, Qur'anın ayəsini eləyə bilmirsənsə, nəfsin buna sənə yol vermirsə, sən daha gedib nəyə ziyarət edirsən ki, oranı? Çox məsələlər var. Bu da imamda, peyğəmbərlərdə olan üçüncü xislət idi. Üçüncü xislət. Mən tez, çox qısa, dördüncü dediyim ki, daha gələn cümləyə qalmaz. Dördüncü xislət peyğəmbərlərin, dördüncü xisləti də neymətləri xatırlatmaq idi. Neymətləri xatırlatmaq idi. Peyğəmbərlər hamısı Allah Taala'nın göstərişi neymətləri xatırlamalıydılar və xatırlatmalıydılar. Hətta Allah Təbaraka Teala İslam peyğəmbərinə Qur'an-ı Kərimin Zuha surəsinin, Əd-Duha surəsinin 11-ci ayəsində buyurur ki, ey peyğəmbər, və əmmə bi ni'məti rabbikə fəhəddis. Ey peyğəmbər,
Rəbbinin nemətlərindən söhbət aç cəmaata. O nemətləri cəmaatın yadına sal. Surənin əvvəlində buyurur ki, ələm yəcidkə yatimən fəəvə. Bəyəm sən özün yetim olmamısan Peyğəmbər? Sən də yetim olmuşsan. Doğrudan da Peyğəmbər hələ dünyaya gəlməmişdi. Atası rəhmətə getdi. Çox körpə yaşlarında da anasını itirdi. Çox körpə yaşlarında da anasını itirdi. Amma Peyğəmbər, Allah Peyğəmbərə sığınacaq verdi. Nəinki sığınacaq verdi? Elə elədi ki, bütün aləm Peyğəmbərin başında cəm oldu. Və buyurur 7-ci ayədə, Zuhal surəsinin 7-ci ayəsində فَوَجَدَكَ وَوَجَدَكَ ضَالًّا فَحَدَ və səni xəbərsiz tapıb, vəhiy vasitəsilə sənə yol göstərmədik. Yəni, sən müşriklərin içində olanda, səni müşriklərin içindən xilas edib, dövrə, ətrafuğa möminləri yığmadıq. Bunları unutma. وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى sənin heç nəyin olmayanda, çarəsiz olanda, fəqir olanda biz səni ehtiyacsız eləmədik. Peyğəmbər elə olurdu ki, gecələr ac yatırdı. Günlərlə ac qalırdı, heç nə tapmırdı yeməyə. Allah Teala deyir ki, bəs səni biz bundan xilas eləmədik. Sənə ev, eşik, qüdrət, məscid, hökumət, hər şey verdik sənə. Ey Peyğəmbər, bəs bilirsən ki, necə nemətləri yada salmaq lazımdır? Necə? Fəəmməl yetimə fəla təqhər. Sən özün də yetim olmuşsan. Yetimlərin də halını hamıdan yaxşı bilirsən. Ona görə də yetimləri yanından kənara qovma. Yetimlərə nəvaziş elə. Onları alçaltma. Və əmməs-sailə fəla tənhər. Özün də kasıb olmuşsan, fəqir olmuşsan. Fəqirlərin halını səndən yaxşı bilən olmaz. Fəqir dilənçi evə gəldi, ona əli-boş qaytarma. Ona ac qoyma cinən. Ona ac qoyma, səndən yaxşı bunu bilən olmaz. Daha çoxdur, vaxt uzundur, mən də onların hamısını demirəm. Dördüncü nemət də nə oldu? Dördüncü nemət də bundan ibarət oldu ki, Peyğəmbərlər nemətləri xatırlamalıydılar və nemətləri xatırlatmalıydılar. Xülasə-i kəlam, xülasə eləyirəm bu neçə həftəlik olan söhbətimizi. Peyğəmbərlərin xislətləri bir neçə idi, çox idi, 15-ə yaxın mən yazı çıxartmışam, amma 15-ini də daha deməyəcəm, 4-ü ilə kifayətlənirəm. 1. Hamısı səbirli və dözümlü idilər, səbr edirdilər, dözümlü idilər. 2. Dinin və əqidələrinin köklərini qoruyurdular, müdafiə edirdilər. 3. Dinin təbliğatında, ümumiyyətlə hər bir işlərində düzgün vasitələrdən istifadə edirdilər və 4. Nemətləri həmişə xatırlayırdılar. Allaha ant verək öz izzəti cəlalına, öz izzəti cəmalına, Allaha ant verək Peyğəmbər və ali Peyğəmbərin haqqına, Qur'an-ı Kərimə, bu müqəddəs cümə gününə ant verək ki, bizləri dünya və axirətdə Əhl-i Beytdən və Qur'andan ayrı salmasın, axır aqibətimizi xətmi bixeyr etsin, bütün işlərimizin qarşısında gözəl səbr nümayiş etdirməyə, gözəl himmət göstərməyə bizə nəsib eləsin. Salavat zikr edək.